Deməli, idi imiş isə hissəciklərinin ən sadə tapılma qaydası, indi mən izah edəcəm burada ən sadə tapılma qaydası nədir? Bilirik ki, idi imiş isə hissəciyindən qabaq feilin təsriflənməyən formaları gəlməlidir. Şərtdir, arzudur, lazımdır, vacibdir, xəbərdir. Xəbərin də tərkibində zaman şəkilçiləri olur. İdi imiş hissəcikləri əsla leksik şəkilçiyə qoşula bilməz. İdi imiş hissəcikləri feilə birbaşa qoşula bilməz. İsmə qoşula bilər, sifətə qoşula bilər. Bunlar və yaxud da saya qoşula bilər, amma birbaşa feilə qoşula bilməz. Tapmağın ən rahat və sadə yolu odur ki, birincisi, əgər düşünürsünüz ki, bu hissəcikdir, həmin hissəni çıxardın, onun yerinə maqməç artırın. Əgər maqməç uyğun gəlirsə sözə, deməli çıxardığınız zamanımış. Yox, uyğun gəlmirsə, deməli sizin çıxardığınız hissəcikmiş. Məsələn, əgər desəm ki, məsələn, gələrdi. Tutalım, belə bir şey yazaq. Gələrdi. Çıxarıram bu hissəni, yerinə maqməç artırıram. Gələrməç deyə bilərəm? Xeyr. Deməli, neymiş bu? Uyğun gəlmirsə, bu oldu hissəcik, yəni köməkçi söz. Əgər desəm ki, gəldi, yenə bunu çıxarıram, maqməç artırıram. Gəlmək. Və yaxud da deyirəm ki, görüldü, görüldü. Yenə də bunu çıxaram, görülmək. Şəkilçi ilə yazdım ki, aydın olsun. Deməli, ən sadə yolu bir daha deyirəm. Əgər tapmaq istəyirsinizsə, hissəcikdən düşündüyünüz, hissəni çıxarın yerinə, maqməçlə əvəzləyin. Əgər maqməç uyğun gəlmirsə həmin sözə, hissəciymiş çıxardığınız şəkilçi. Yox, əgər uyğun gəlirsə, deməli zamanmış.